Xırdalan şəhərinin mərkəzində əsas yolun kənarında Heydər Parkına, Təzə Bazara, Köhnə Bazara yaxın bir ərazidə yeni bir mənzilimiz satışa çıxıb. Müsahibəsi 80 kvadrat təşkil edir. Təmirdən yeni çıxıb əziz dostlar. Təmirdən sonra yaşayış olmayıb. 16 mərtəbəli binanın 7-ci mərtəbəsində binanın 2 sürətli müasir lifti var. Əsas qapıdan giriş hissədə belə bir dəhlizi. Sağ tərəfdə qardırop şkafı yığdıra bilərsiniz. 3 otağa düzəlmə 80 kvadrat. Evin isitmə sistemi kombi edib bütün xətlər çəkilib. Burada uşaq yataq otağı üçün nəzərdə tutulub. Yaxşı binadır. Bu binada çox az hallarda mənzil satışa çıxıb. Amma sanuzel aksiyonlarla təchiz olunub. Duş kabinanın yeri ayrılıb. Qubçalı dövlət ipotekası yararı ümumi sahəsi 80 kvadrat təşkil edir. Mətbəx hissəsi burada düzəldilib. Qonaq otağının yuxarı hissəsində. Keramika metli olan hissədə isti döşəmədir. Mətbəx mebellə təchiz olunub. Qiyməti qeyd edəcəm. Burada isə uşaq yataq otağı, böyük yataq otağı nəzərdə tutulub. Buradan da eyvana çıxış var. Mənzilin qarşısı açıqdır əziz dostlar. Tam prospekt yolunun kənarında Heydər Parkına yaxın. 137 min manat, 80 kvadrat dövlət ipotekasına yararlı. Nömrəmiz profildə qeyd olunub. Ətraflı nömrə ilə əlaqə saxlayan bu günlük bu qədər.